Rəzəbin atasına vermək istəyirdim. Verdin. Kaş ki verməyəydim. Niye ki? Həmin gün Rəzəbin atasını da, anasını da kira qaldığım evə çağırdım. Məndə qızıl saat olduğunu dostlarımdan heç kəs bilmirdi. Bir də ki, axşam evə gəlməyəcəyimi təkcə sən bilirdin. Tutaq ki, elə mən götürmüşəm, beləcə beləmişəm. Boyuma heç nə qoya bilməzsən. Burada danışdıqlarımızı ata-anam bilsə necə? Deyərəm ki, şər atırsan. Axı necə sübut eləyəsən ki, elə deyil? Sənə sübut lazımdır. Bütün danışdıqlarımız bax bura yazılıbdır. Axşamacan saat qayıtmasa məndən incimə. Sən axşama qədər vaxt verirəm. Get. Ayıp olsun. Senden hiç gözlemezdim. Siz bu sözləri oğlunuza deyirsiniz, yoxsa mənə? Sənə deyirəm, sənə. Niyə? 2 ildir bizim həyatda qalırsan. Bizdən nə pislik görmüsən ki, üstümüzə belə şər atırsan. Heç kəs sizə şər atmır. Bu 2 ildə bəlkə nəsə səhv bir hərəkətimi görmüsünüz ki, mənimlə bu cür danışırsınız. Bəs onda sən nəyə əsasən mənim oğlumun üstünə şər atırsan? Oğru deyirsən. Heç kəs sizin oğlunuza oğru demir. Özünüzdən çıxmayın. Bəs onda bu nə hoqqadır? Bu səsi yazmaqla nəyə nail olmaq istəyirsən? İstəyirəm biləsiniz ki, oğlunuz yaxşı yolda deyil. Sizə qarşı hörmətim olduğu üçün bunu sizə çatdırmağı vacib bildim. Əgər başqa niyyətin yox idisə, onda niyə bu səsi yazmısan? Özdə hiləgərcəsinə, tülkü kimi. Xahiş edirəm sözlərinizə fikir verəsiniz. Əgər mən bu səsi yazmasaydım, siz məni fırıldaqçı kimi, şərbaz kimi bütün məhəllədə biabır eləyərdiniz. Əgər bu səsi yazmasaydım, siz mənim doğruluğuma inanardınız. Yox, inanmıram. Çünki mənim oğlum heç vaxt belə iş tutmaz. Siz anasınız, sizi qınamıram. Lakin mənim dediyim sözlərin doğruluğuna inanmalısınız. Məni başa düşün. Mənim dediklərimi düşmən hiləsi kimi qəbul eləməyin. Məsələ o saatın geri qayıdıb qayıtmamasında deyil. Məsələ heç onun qiymətində də deyil. Mən sizə acı eləmək istəyirəm ki, oğlunuz doğru yolda deyil. Səhv yoldadır. Bu yol onu aparıb bədbəxtliyə çıxara bilər. Bəs onda niyə ancaq mənim oğlumdan şübhələnirsən? Aman verirsən ki, qoyursan ki sözünü desin. Başqa əsasın var mı? Var. Ancaq sizə deməyə üzüm gəlmir. Nahaq yerə. Heç narahat olma. Hər şey düzünü de. Bəlkə elə bizim oğlumuz doğrudan da pis yola düşüb. Xəbərçilik etmək bir kişilik deyil. Ancaq birinin səhv yolda olduğunu görüb deməmək də yaxşı deyil. Bir də ki, şərbaz adındansa xəbərçi adı daha yaxşıdır. Bir neçə gün bundan qabaq oğlunuz mənim otağıma gəldi. Uğurladığı malları da mənim otağımda gətirib gizlətmək istədi, qoymadım. Uğurlayıb satdığı malların pulunu da mənim otağımda sayıbdı. Evə qayıdarkən düzəltmək üçün mənə verdiyiniz maqnitofon baxın görün yerindədirmi? Onu da satıb? Satmayıb. Uğurlayıb satıb. Onda niyə bütün bunları bizə vaxtında deməmsən? İnanın ki, bunu dəfələrlə sizə demək istədim. Ancaq gözlədim ki, bəlkə tənbih olar, onunla danışmağımın ona xeyri olar. Düzgün yola qayıdar. Amma gördüm ki, heç bir faydası yoxdur. Sonda qərar verdim ki, sizə danışım bütün bu olanları. Gələk. Əgər saat satılmayıbsa, onu mütləq qaytaracağım. Satılıbsa da pulunu.